dostlar, yeni vloguma xoş gəlmisiniz. Bu vlogda səhəri belə bir gün doğumu ilə açdım. Həqiqətən də çox gözəldir, elə bil ki, əllə rəsm edilib. Bugün görüləcək çox işim var. Ona görə də ilk iş olaraq kofemi hazırlayıram ki, günə enerjili başlaya bilim. Artıq hər səhəri bir stəkan kofe ilə açmasam, sanki o gün başlamamış sayılır mənim üçün. Çox enerjisiz, halsız oluram. Sizdə də belədirmi? Mütləq rəy bölməsində fikirlərinizi yazın. Salam dostlar. Bugün yeni bir vloga başlayıram. Robot sosum xarab olub. İndi onu aparıram. MediaMarktda servis var. Əslində onlardan almamışam. Öncə internetdə oxuduğum qədərilə yenə də baxırlar. Əgər problemi həll edə bilirlərsə götürürlər. Ümid edirəm ki, həll olunar. Gedək görək necə olacaq. Bugün nə icəbsə hava belə günəşlidir. Çox sevinirəm ki, günəş çıxıb, hava da elə soyuq deyil. Öncəki vloglardan yəqin görmüsünüz. Evimizin arxa tərəfi, yan tərəfi belə tamamilə ağaclarla doludur, meşəlik. Yaz, yay aylarında burada o qədər gözəl səslər gəlir, quşlar necə cəhcəh vurur. Ştativimi götürmədiyim üçün məcburam belə yerlər axtarıram ki, harada qoyum ki, görsənə bilim. Bu arada bundan əvvəlki vloga baxmamışsınızsa, mütləq baxın, o səssiz vlogdur. Əgər sizə elə tipdə vloglar maraqlıdırsa, mütləq ki, rəylərdə qeyd edin. Çalışacağım ki, elə vloglar daha çox çəkim. Bu arada çox öyrəşmədiyim üçün belə kameraya doğru danışmağa düşünürəm ki, zamanla daha rahat olacağım. Arada belə belə biraz uzun çəkə bilər. Bu cəhətdə üzürlü sayın. Düşünürəm ki, o zamanlama keçəcək ki, qısa bir zamanda öyrəşəcəyim. Bu arada siz kanalıma mütləq əgər baxırsınızsa, abunə olun, rəylərdə fikir bildirin, bəyəndinizsə və ya bəyənmədinizsə, müsbət, mənfi bütün rəylər açığam. Eyni zamanda da mütləq əgər bəyəndinizsə, like etməyi unutmayın və abunə olun ki, bundan sonra çəkiləcək vloglarda da mütləq xəbərdar olasınız birincisiz. Belə, görək indi gedək MediaMarktda, görə necə olur. Ümid edirəm düzəltmək olacaq. Getdik. MediaMarkt'a gəldim, çatdım. Deməli, mənə belə bir kağız verdilər. Aparatı götürdülər. Mənə məlumat göndərəcəklər maillə ki, mümkündür düzəltmək, yoxsa yox. Qiyməti barəsində məlumat verəcəklər. Və qərar verəcəm, görün düzəltmək istəyirəm, yoxsa yox. İndi istəyirəm, gedim iPhone 17'ye baxım. Tapsam buralarda bir yerdə olmalıdır. Və belə tapdım. Çıxartma olmur, çox heyif. Rənginə baxım, çünki mən özümə bir sifariş eləmişəm. Qiyməti də bu arada burada 1449. Əgər görün nə qədərdir, 256 GB-dır. Mən də eyni ilə belə 256 sifariş eləmişəm. Mənə mavi rəngini məsləhət görmüşdür. Çünki oranjlı rəngini demişlər ki, rəngi çıxır çox qısa müddətdə. Bu Pro Max oranj rəngi çox qəşəngdir. Çox bəyəndim. Sonra Dyson'a məsələn alternativ olaraq baxın, bilməm görmüsünüz yox. Dromin də var. Saç styling üçün belə bir seti var və 229 euro məncə, yəni Dyson'la müqayisədə çox yaxşı qiymətlidir və açığı başlıqların hamısı da demək olar ki, Dyson'la eynidir. Bunu çox bəyəndim həqiqətən də. Əgər alternativ variant axtarırsınızsa Dyson'a, düşünürəm ki, bu çox yaxşı variantdır. Həm də qiymət cəhətdən daha uyğundur. Və Dyson'ın burada belə saç styleri var. Bunları çox bəyənirəm. Səsi çox deyil. Burada da temperaturu göstərir 140. Özünüz təyin edə bilirsiniz ki, hansı istilikdə olmalıdır. Mənim açığı, mən evdə sizə mütləq aldığımı göstərirəm. Temudan birini almışam, 60 neçə euro və çox razıyam. Əgər sizə maraqlı olsa, mütləq linkini sizinlə paylaşaram. Daha digər setidir həmişə istifadə olunan. Bu başlığını böyüdüblər. Düşünürəm ki, bu daha yaxşıdır, belə böyük olmağı bəyəndim. Və bəziləriniz məni Instagramda vaxtı çoxdan da artıq paylaşmışdım. Tez soruşursunuz. Mən lazer olaraq, yəni Almaniyada həddən artıq çox bahadır.
lazer elətdirmə. Ona görə də belə bir aparatdan Philips'dən istifadə edirəm. Çox razıyam. Mən 2 başlıqlıdır. Mən də onu almışdım 202, amma görürsünüz də qiyməti burada 199-a düşürdü. Yəni məncə çox yaxşıdır qiyməti də. Və effekti də çox yaxşıdır, onu deyim ki. Belə 4 fərqli başlıqlı da olan var. Bunlar da 459. Düşünürəm ki, 2 başlıqlı yəni tam da yetərlidir. Mən illərdə istifadə edirəm, çox razıyam. Və almaq istəyənlərə məsləhət görərdim. Çünki Almaniyada dediyim kimi çox bahadır, çox yaxşı bir alternativ. Mən belə işlərimi qurtardım. İndi gedəcəm mağazadan bir iki produkt almalıyım, onları da alım. Sonra evə doğru yola düşəcəm. Belə. Bugün rəngi hazırlamaq istəyirik. Ona görə də qoz alacağım. Qaynanam hazır buradayken ona dadlı yeməklərdən pişirtirir, sağ olsun. O da problemsiz şəkildə hamısını pişirir. Burada mağazadan belə apelsin soku çəkmə olur fresh. İşte belə bir aparat var. İndi mən qab götürəcəm. Belə bir qabın qiymətləri əslində normalda yazılır. Belə kiçik ölçülü götürürüm. Biraz da apelsinlərdən götürəcəm. Butulkanı yerləşdirdik bura. Burada pres işarəsi var. Onu basırıq aşağıya doğru. Düşünürəm ki, indi alınmalı. Üstünə belə fresh sıxılmış apelsin sokum oldu. Bu arada bunun qiymətləri də S ölçüsü 1.99, L 2.99, XL 4.99. Bu işarədə onu göstərir ki, yəni bunun üzərində 25 sent əlavə ödəyirik. Və sonrasında bunu bir aparat var, orada geri verib və 25 sentimizi geri alırıq. Siz bu çiçəklərin bir gözəlliyinə baxın, necə gözəl rəngləri var. Çox qəşəngdirlər və sadəcə 1.99-a. Məncə bu qiymətə həqiqətən də çox yaxşıdır qiyməti. Və mən artıq maşındayım. Gəlin fresh test edək. Dadını çok beğendim. Kızımı gelmişim bahçeden götürmeye. Hoş. Hallo. Ihre Post anhaken, müsst ihr mitnehmen. Ah ja, okay. Niceşen, hallo. Niceşen. Şekersin, hoş. Wow. Ne güzel eləmişsən. Aferin sana. Tol. Size bunu göstermek istedim. Dyson əvəzinə aldım, ancaq üstündə hər hansı bir brend adı və s. yoxdur. Ona görə tam olaraq deyə bilmirəm. Ancaq artıq bir aydan çoxdur ki, istifadə edirəm və çox qaynayam. Eyni ilə Dyson kimi görürsünüz bu hissələri də. Temperaturu burada göstərir. Sonra bu hissədə səsi birazca yüksəkdir Dyson'a müqayisədə. Ancaq ümumilikdə funksiyası, yəni demək olar ki, eynidir. Çox bəyənirəm. Linkini tapa bilsəm mütləq aşağıda qeyd edəcəm. Sifariş edin, yəni 60 euroya məncə çox daha yaxşıdır. Və bizim rəngimiz hazır. Təəssüf ki, hazırlama prosesini çəkə bilmədim. Oğlumla məşğul idim. Çox ləzzətli görsənir. Görüm, çox qaynar deyil, çəkim görəm. Yummy. Mama. Və mən özümə belə bir porsiya hazırladım. Düşünürəm ki, bəs olar. Çox ləzzətli görsənir. Tələsirəm yeməyə. Mənə nuş olsun. Yeni bir gündən salam. Neyse mənim bütün vloglarım ya liftdə ya da maşada başlayır. Bugün gedirəm kiprik qaynağına. Artıq 2 ilə yaxındakı kiprik qaynağı elətdirirəm. Düşündüm ki, bugün sizi də özümdən götürürüm. Belə, indiki də görə necə olacaq. Həmişə nəticədən demək var ki, razı qalırım. İndi deyirəm, bu dəfə də elə olar. Baxaq. Belə gəldim, mən çatdım. İndi kipriklərimi hazır eləyəcək. Və görə necə olacaq prosedur. Və nəticə belə alındı. Necədir? Beğendiniz mi? Çok beğendim. Çok qəşəng alındı. Bugün belə make-up stolumu təmizləyirəm. İndi üstündən çox şey yığışdırdım. Həm də shorts çəkirəm deyə ikisini bir yerdə çəkə bilmirəm.
belə hamısını sildim. Hansı var ki, istifadə eləmirəm, onlardan ayırdım. İndi yerinə yığacağım hamısını. Və beləcə hamısını gördüyünüz kimi yudum, yerləşdirdim, üstlərini təmizlədim. İndi makyaj fırçalarım onun içərisinə yığılmalıdır. Onları yuyub təmizləyəcəm, onu da göstərəcəm. Aluviyadan belə bir brush cleansing pad, yəni fırçaları təmizləmək üçün xüsusi bir paddir. Belə yapışdırmaq olur, bərkitmək olur və bunun üzərində indi göstərəcəm necə təmizləyirəm. Bu şəkildə gördüyünüz kimi bərkidir. Ben bir stəkan götürürəm. Stəkanın içərisindən çox azca belə Bubka'nın uşaq oilu var. Daha doğrusu uşaq yağı belə deyim. Çox azca buna tökürəm. Və eyni şəkildə bu şəkildə uşaq şampunu var. Bu da Bubka'nındır. Azca da bundan tökəcəm. Əlavə eləyib əvvəlcə broşları bunun içərisinə salacağım. Su əlavə eləyəm. Və mən qurutmaq üçün çox estetik görünməsə də belə bir rəngdə, yəni daha çox tünd rənglər çalışıram götürüm. Belə rəngdə məhrəba götürüm və onun üstünə sərirəm. Yəni hamısını uzadım bu şəkildə. İndi göstərəcəm onu da necə edirəm. Və qızlar beləcə bütün fırçalarımın hamısını yudum. Bu şəkildə dəsmalın üstünə sərdim və gözləyəcəm ki, qurusunlar. Və düşünürəm ki, vlogu burada sonlandırım. Əgər videoya sonuna kimi baxmışsınızsa, abunə olun, çox xahiş edirəm. Əgər bəyəndinizsə, mütləq bəyən butonuna basın. Əgər bəyənmədinizsə də, mütləq rəylərdə nəyi bəyənmədiniz, yəni necə olsa daha yaxşı olar deyə rəy bildirin. Bu mənim üçün çox vacibdir. Belə, gələn görüşlərə dək hələlik.